Közərmə lampaları artıq yoxa çıxacaq. Belə ki, 2026-cı il yanvar ayının 1-dən etibarən 60 volt və daha yüksək gücə malik, iyul ayının 1-dən etibarən isə 25 voltdan 60 volta dək olan közərmə lampalarının satışı, istehsalı və idxalı qadağan olunur. Sizdə hazırda közərmə lampaları satışda mövcuddurmu? Hardasa 2 il, 3 il bundan əvvəl olub. İndi yəni satışı yoxdur. 2 il, 3 ildir satışı yoxdur, yəni satmırıq, xeyr. Bugünkü gün müştərilər LED lampalara üstünlük verir. Səbəb Rus lampası ilə müqayisədə Rus lampalarında işıq rəngi bir rəngdə olur. LED-lərdə isə rəng seçimləri uyğundur və həmçinin işıq gücü də dəyişir. Rus lampalar isə enerjiyə biraz daha çox xərc tələb olunur. Qiymətlər çox bahalı deyil. Yəni bazar çərçivəsində götürsəz, hardasa 1 manat və üzəri, maksimum 5 manat, 6 manata qədər dəyişir. Dəyişən qiymətlər işığın gücünə görədir. Məsələn, 50-lik, 100-lük, 150, 200-lük bu terminlərlə geçsəz, belə dəyişir qiymətlər. LED lampa istifadə eləsəz, alışma və yaxud da ərimə ola bilməz. Çünki LED-in ekonomludur və qızması olmur. Həmçinin onun örtüyü plasmasdan da ola bilər. Şüşə və plasmas da ola bilər. Amma Rus lampası elədir ki, Rus lampasında qızma daha çox olur və onun istifadə olunduğu yeri patronun ərdə edə bilər. Həmçinin, çünki orada daha çox gərginlik istifadə olunur. Həmçinin əgər istifadə olunduğu yer şüşə və yaxud da plasmassa, şüşəni qızdırıb partlada bilər, plasması əridə bilər. Yəni bu cür deformasiya ola bilər közərən lampalarda. Əslində bu dəyişikliklərin əsas məqsədi vətəndaşlara və əhaliyə yük yaratmaq deyil, əksinə enerji israfının qarşısını almaqdır. Eyni zamanda da xərcləri azaltmaq və ətraf mühitə olan təsirini azaltmaq. LED lampalarının közərmə lampaları ilə müqayisə eləsək, əslində eyni işığı təmin etmək üçün 8-10 dəfə az enerji sərfi ilə təmin eləmək olar. Daha kiçik lampa ilə eyni işıqlandırmanı təmin eləmək olar. Bu da daha uzun ömürlüdür LED lampaları közərmə lampalarına nisbətən. Belə daha geniş bir miqyasda baxdıqda isə bu keçid milyonlarla kilovat saat enerjisini qənaət eləyəcək, milyonlarla kubmetr təbii qazı qənaət eləyəcək və 10 minlərlə ton karbon emissiyasına qənaət eləyəcək. Közərmə lampalarını mərhələli şəkildə dövriyyədən çıxartmaq və LED lampalarına keçmək enerji səmərəliliyinin artmasına birmənalı olaraq kömək eləyəcək, karbon emissiyasının azalmağına kömək eləyəcək, stereolaktik xərclərin azalmasına və ölkədə dayanıqlı enerji istehsalı mədəniyyətin formalaşmasına çox ciddi təsir göstərəcək və çox ciddi bir addımdır. Aparılan hesablamalar göstərir ki, LED lampalar közərmə lampaları ilə müqayisədə daha az enerji sərf edir və iqtisadi cəhətdən də daha sərfəlidir. 15.000 saatlıq bir LED lampası 17 ədəd közərmə lampasını əvəz edir və eyni işıqlandırma üçün 60 volt əvəzinə cəmi 7 volt güc tələb olunur. Nəticədə LED lampasının işıqlandırma xərci 14 manat 40 qəpik, közərmə lampasının isə 82 manat 20 qəpik təşkil edir. 1 milyon közərmə lampasının illik istifadəsi böyük həcmdə elektrik enerjisi, təbii qaz sərfi və karbon emissiyası yaradır. LED lampalara keçid zamanı bu göstəricilər 8,6 dəfə azalır. Məişət abunəçilərinin 50% LED lampalara keçərsə, gündəlik işıqlandırma məqsədi ilə elektrik enerjisi istehlakı 4,86 milyon kilovat saatdan 567 min kilovat saata enə bilər. Məlumata görə közərmə lampaları Avropa İttifaqı ölkələrində, Avstraliyada, Yaponiyada və Böyük Britaniyada demək olar ki, tam qadağan edilib və satışdan çıxarılıb. ABŞ, Kanada, Çin və Braziliyada isə közərmə lampaları məhdudlaşdırılıb. Rusiyada isə yalnız 100 wattdan yuxarı közərmə lampalarının istifadəsi qadağandır.